Değerli ve sevimli soydaşlarımız, bir selamlar, saygılar. Ben Eldar Gerdami. Güney Azerbaycan Kurtuluş Partiyası'nın kurtuluşun sözüyle sizinle birlikteyim. Aziz soydaşlarımız, necə ki bilirsiniz, geçen görüşümüzde de bunu ifade ettik. Bu hafta tabii ki bizim en önemli meselelerimizden birisi hardasa demek ki 10-12 gündür yani devam eden bu mitingler, etirazlar e, Tehran bazarından başlayıp ve demek ki İran adlanan ülkenin başa başına yaygın şekilde yayılmaktadır. Ve bu yaygın yayılan mesele məişəti mesele olduğuna göre tabii ki ister istemez hem məişəti hem ümumiyyətlə silbi meseleleri sevgili ve aynı zamanda təbəqatı meselelerin ne kadar derin durumda vəziyyətdə olduğunu ortaya koyup ve bu ülke daha doğrusu tamamıyla çökmüş bir vəziyyətdə durumda olduğunu göstermiş olur. Doların artık bugün de dünən də bugün də demək qanadlanıb və uçması söz konusu milletin artık nəfəs çəkməyə belə e, halı və enerjisi qalmayıbdır. Bunların hamısı ister istemez milletimizin haklı olarak çıkıp da e, bu rejime karşı son sözü demesinin zamanın gelmesini göstermektedir. Ve tabii ki zaman bu rejimin geçme zamanıdır. Zaman bu rejime son darbanı vurma zamanıdır. Ancak Azerbaycan Milli Hərəkatının bu meseleye karşı ne zaman katılması, ne zaman bu meseleye rəhbərlik və liderlik etmesi söz konusudur. İndi bazı dostlarımız, bazı təşkilatlarımız vardılar. Bunlar tələskənlik edirlər və güya ki, demək ki, bu mərhələdən sonra artıq Azərbaycan Türk millətinin durumu vəziyyəti geçmişten de daha qara vəziyyətdə olacaqdır və geçmişten de daha demək ki, nə bilim baskılar çox olacaqdır və elə bir şey olmayacaqdır. Elə bir şey mümkün deyil olsun. Çünki tarixdə bu günə qədər Güney Azərbaycanın milli hərəkatının gücü və qüdrəti bu qədər bu güclülükdə, bu böyüklükdə değildi. Yani bizim artık milletimizin öz kimliğine, öz varlığına dayanma noktası elə bir zirvədədir, elə bir zirvəyə gəlib çatıb ki, artıq bunu nə Fas, nə onun bütün hamıları, geçmişte olan Rusiyyəsi, İngiltərəsi, bugün də Amerikası, İsraili, heç birisi bu milletin varlığına, kimliğine kölge salamayacaqdır. Bu milletin o kadar güçlü, o kadar kudretli bir potansiyeli, milli potansiyeli var ki, demek ki bir şeyden nigaran olmağa değmez. Ha, bizim Güney Azerbaycan Milli Hərəkatının ve Güney Azerbaycan Türk milletinin demek ki bu mərhələdə bütün istəklərinə yetişəcəkmi? Kaş ki yetişə bilərdi. Kaş ki biz təşkilatlar, kaş ki Güney Azerbaycanın milli hərəkatına bağlı olan təşkilatların işbirliği, birgəliyi o kadar güçlü ola ki, milletimizin doğrudan doğrusu o geniş, o büyük əzəmətini rəhbərlik edə bilsin. Kaş ki, bu hamımızın diləyimiz, hamımızın arzumuzdur. Biz Güney Azerbaycan Kurtuluş Partiyası olarak 30 ildir, 32 ildir daha doğrusu yaranışından indiyene kadar elə bunun diləyində, bunun arzusunda və benim şuarında olmuşuq və bu şuar əsasında baxmayaraq ki, özümüz tam olarak bir istiqlalçı, tam olarak Güney Azerbaycan'ın Türk Cumhuriyeti'nin şuarını veren ilk təşkilat olmuşuq. Buna baxmayaraq və bunun da daha doğrusu sənədləri varımızdır. Heç mən ağzımdan açıb bir kəlmə söz demirəm özümdən. Bugün söhbət deyil. O 1992-ci ildə Güney Azərbaycan Qurtuluş Təşkilatının məramnaməsində qeyd olunmuşdur. Bizim Güney Azerbaycanımızın gələcəyi Güney Azerbaycan Türk Cumhuriyetidir diye. Ülkemiz bu üzerinde hareket ediyor diye. Yani demek istiyorum ki bugünün heyecanını yaşamıyoruz biz.
biz var oluşumuzun temelin koyandan indiyene kadar verdiğimiz şuarlar esasındadır. Şuarlarımızdan Azerbaycan Türk milletidir. Azerbaycan milleti adında bir terimin düz değil, doğru değil. Azerbaycan Türk milletidir diye bağlı düğünlerde yerinde oturup Allah'a çok şükür. İlk defa olarak tarihte İran adlanan ülke terminini biz koymuşuq, Kurtuluş koyubdu və bu sənədlərimizdə vardı, məramnaməmizin içinə giribdi. Bu nə zaman? 1992-ci ildə. Demək ki, bir təşkilatıq ki, bu təşkilat millətimizin bətnindən çıxmış, millətimizin içindən çıxmış, Təbrizimizdən çıxmış, Ərdəbilimizdən çıxmış, Urmumuzdan çıxmış. Yəni, bütün Azərbaycanımızın hər nöqtəsində, hər yerində etkili bir durumda, vəziyyətdə olmuş. İndi o vəziyyət yoxmu? Bizim üzerimizden tancılar geçip, bizim üzerimizden nazır diyeyim, o kadar baskılar getirdi. Bizi dəfələrlə rejim darmadağın etmeye çalışıbdır. Bütün üzvlərimizi həyatlar tutuklayıbdır. Bizim təşkilatımızın demək ki, sistemini tam olarak ortadan kaldırmaya çalışıyor ama bunu bacarmıyor. Biz varıq bu günləri. Milletimizle varıq bu günləri. Azerbaycan Milli Hərəkatımızla varıq bu günləri. Və onun sözünü deyirik əlbəttə ki. Baxın, təsəvvür edin, bu günləri durum vəziyyət bundan ibarətdir ki, bizim Azərbaycan Milli Hərəkatımız açıq aydıncasına özünün gələcəyini öz əlinə almaq üçün meydana çıxmağı istəyir. Son bir meydana çıxmaq istəyir, son bir meydana çıxmaq istəyir. Biz demək ki, Azərbaycan Türk milləti olaraq son əsrimizin, son bu gelişmelerin ve ilkin Cumhur İslamı'nın illərində, hələ ondan öncəki bir ildə 29 Bəhmən hərəkatını Təbrizdə yaratdıq. Təbrizdə 29 Bəhmən hərəkatı Şah rejiminin belini sındırdı. Ve ondan sonra Xalq Müsəlman hərəkatı Cumhur İslamı rejiminin belini sındırmaya çalıştı. Ve sındırırdı da. Əgər onun rəhbəriyyət xain çıxmasaydı, demək ki. Ondan sonraki durumlarda demək 2006, 2005'te o böyüklükdə, o əzəmətlikdə Haray Türkəm sonrası demək ki, karikatür məsələləriyle bağlı və nə geçsin. Bu millət həman millətdir. Bu millət həman millətdir ki, bu səfər ancaq bunu bütün İran sistemine, İrancı sistemlerin hamısına dikte eləmiş oldu. Cumhur İslamısına, şahçılarına, mücahitlerine ve bütün mərkəzçi, İrancı hərəkətlərin hamısına çok açıq və netcəsinə bir mesaj ortaya qoydu. O mesaj bu idi. Mən sizin yaşıllarınıza da, mən sizin demək ki, nə bilim, əlvan hərəkətlərinizə də niyə qatılmıram, nədən qatılmıram? Çünki siz mənim haqqımda o qədər namətcəsinə davranırsınız, o qədər mənim varlığımı demək ki, özünüzə əskər kimi hesablayırsınız ki, bu artıq sonuncu olsun deyə. Sonuncu olsun. Ya biz Azərbaycan hərəkatı, Azərbaycan Milli Hərəkatı yaşıllarda qatılsaydı nə olardı? Rejim çökerdi. Ama Azerbaycan harekatına ne gelerdi? Azerbaycan milli harekatına ve Azerbaycan Türk milletine hiçbir şey vaat etmediler. Hiçbir şey vaat etmediler. Yadımızdadır ki, demek ki Musavi Təbrizli, özü Təbrizli, adı Təbrizli, Təbrizə gələndə 8 dənə maddə biləsinə verdilər. Bu 8 maddə hamısı bizim demək ki, nə idi? Haqlı istəklərimiz idi, haqlı istəklərimiz. Kardeşim, dilimizi azad edeyim. Kardeşim, sənayemizi azad edeyim. Kardeşim, bizim milli mədənlərimizi özümüzə tapşırıq. Qoyun bizim fabrikalarımız öz əlimizdə olsun. Qoyun bizim kültürümüzü biz öz əlimizdən pöhrəndirək və keçsin. Heç birisində zərrə ucu qədər demək ki, biz İranlı deyilik deyə, biz separatçıyıq deyə, biz təziyyətələrik deyə, biz pantürküstük deyə, biz nə bilim nə yox deyə, heç birində heç belə bir mesaj yox idi. Sadəcə
O istəyirdi Cumhurbaşqanı olsun və Azərbaycan ona bu şərtləri qoydu. Amma bir Təbriz manqudu gəlib demək olar ki, Təbrizin öz içində bu istəkləri ortaya gətirməkdən və onlara cavab verməkdən qaçdı. Qaçdı, nə oldu? Heç bir şey, yıxıldı. İndi zindandadır, ev zindanında. Ömrünün sonuna qədər də orada qalacaqdır. Demək ki, ondan sonra nə oldu? Ondan sonra bütün hərəkətlərdə, nə bilim, bu qadın hərəkatında filan da, Behmanda, ya bizim insanlarımız, bizim milli hərəkatımız açıq aydın bizim Türk olaraq haqlarımızı, hüquqlarımızı tanıyır. Bir Tehran ziyalısı, bir demokrat ziyalı çıxıb buna deməli ki, biz səni tanıdıq. Birisi çıxıb demək ki, açıq aydıncasına demədi ki, Azərbaycan, sənin də haqların vardı. Sənin də bu haqları biz verəcəyik. Demədilər. Nə oldu? Nə oldu? Demək ki, 1000 üzərində ölüm verəndən sonra, 1000 üzərində gəncliyimizin, cavanlarımızın demək ki, torpağa düşməsindən sonra nəticə etibarilə heç bir şey. Rejim öz yerində qaldı. Niyə? Çünki Azərbaycanın sözünü anlamadılar. Azərbaycanın sözünü düşünmədilər. İstəmədilər düşünsünlər. İstəmədilər Azərbaycanın haqlarını ki, insan haqlarıdır, ibtidai haqqıdır. Bu 21-ci yüzillikdə ən ibtidai, ən ilkin haqlarıdır insanın. İstəmədilər bunu tanısınlar. Bu günləri də onu tanımaq istəmirlər. Bir o Pəhləvi nimçəsinin ağzından bir dəfə çıxıb demək olar ki, Azərbaycan haqlarını istəyir, Azərbaycanın haqlarını vermək lazımdır. Federaldırsa federal, demək ki, haqdırsa haqq, bunu vermək lazımdır. Bir dəfə çıxıb ağzından bu sözü aparmadı, demədi. Mücahidlər 47 ildir, hər türlü demək olar ki, Kürt terrorizminə, Kürt xalqı ilə işim yoxdur, Kürt terrorizminə dəstək verməsinə, onlarla işbirliği, onlarla süfrə paylaşmasını, onlarla çay paylaşmasını, onlarla su paylaşmasını, onlarla çörək paylaşmasını demək ki, gördük. Amma özlərinin hələ başında bir Azərbaycanlı oturubdur. Hələ başında bir bizim manqudumuz oturubdur. Deyə, tamam, demək ki, bir dəfə ağzını açıb demədilər ki, bu 40 milyonluq, yəni bu ölkənin yarısının demək ki, haqqını, hüququnu biz verməliyik olaraq. Bir dəfə çıxıb ağızlarını açmadılar, demədilər buna. Demədilərsə, demək ki, bu millətdə artıq nə oldu? Artıq özünün yolunu seçdi. Yolum bundan sonra mənim yolum. Can mənim, qan mənim, həyat mənim, bu millət mənim, bunun evladı mənim və bunun gələcəyi də bu evladımın əli ilə qurulacaqdır. Yəni, Güney Azərbaycan Türk Cümhuriyyəti qurulacaqdır. Və bunda kimsənin şübhəsi olmasın, kimsənin şəkki olmasın. Bu günləri Azərbaycan daha doğrusu oturub evində deyə düşünsünlər. Onlar ki, belə düşünürlər, onlar düşünsünlər. Bu günləri gəlib Azərbaycana buradan tək başına çıxıb demək olar ki, qey verməklə, nə deyirlər, çağırış ver. Çıxız eşiyə. Sabahları özün qalacaqsan o çağırışla birlikdə. Nə olacaqdır sənə? Nə olacaqdır? Hə, Azərbaycanın hərəkatı, Azərbaycanın milli hərəkatı, onun təşkilatları, onun demək ki, GATƏŞi və GATƏŞdən eşikdə olan bütün təşkilatlarımızın hamısının birliyi ilə çağırış verilərsə, əlbəttə ki, verilməlidir, məqbuldur. Əlbəttə ki, Azərbaycan Türk milləti də o çağırışa yox deməyəcəkdir, müsbət cavab verəcəkdir. Amma bir şərtlə, hansı şərtlə? O şərtlə ki, içəri ilə eşik demək ki, eyni hərəkətdə olsun. Mən eşikdən yumurumu belə tutacağım və deyəcəm millət çıxın eşiyə, o millət məni görmür. O millət məni görməyincən, məni bilməyincən, məni saymayincən, mən o millətin bütün dərdlərini bütün görməyincən, idrak etməyincən, dərk etməyincən o millət çıxmayacaqdır. Elə tarih elə belə bir şey deyil. Təbriz də o Təbriz deyil. Təbriz o Təbriz deyil. Təbriz demək ki, daş qazandır. Səttarxan demiş, Təbriz daş qazandır. Qaynarsa sönməz. Və Təbriz son olaraq o daş qazan olmasını ispat edir. Hər kəsə də ispat edəcəkdir. Kimsə burada nigaran olmasın, kimsə nigaran olmasın.
Dediyim kimi, Azərbaycan Milli Hərəkatı, Azərbaycan Milli Hərəkatına bağlı olan bütün təşkilatlar hamısı birləşib və çağırış vermələri lazım. Çağırış vermələri lazım, ancaq hansı şərtlərlə? İçərinin şərtləri ilə. İçərinin şərtləri ilə verməsən, kim çıxacaqdır? Mən buradan çağırış verəcəm, özüm çıxacağım mı? Özüm zaten buradayım da, özüm zaten buradayım. Mən əgər çağırış verəcəm ki, içəri çıxacaqdır. İçərinin də şərtlərini düşünmək lazımdır. İçərinin şərtlərini anlamaq lazımdır. İçərinin də buradan danlamaqla olmaz, Təbrizi buradan danlamaqla olmaz. Təbrizin məktəbi bambaşqa bir şeydir. Təbrizin məktəbi bu danlamaqları, bu küsmələri, bu tənqidləri, bu tohumları, bu qabaqdan gəldikləri çox görübdür. Təbrizin məktəbi çox dərin bir məktəbdir. Ona görə də dostlar, bir həftənə daha doğrusu əqlimizi bir araya gətirməyimiz lazımdır. Tək başına əql yürütmək əqlsizlikdir. Sağ olasınız, var olasınız. Bir daha bir verilişimizin sonuna geldik. Hamza can sağlığı.